Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rəbbimizə şükürlər olsun. Uca Allahın salamı, salavatı Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, onun əhli beyti, əshabına üzərinə olsun. Bu səsi nəyə görə yazıram? Çünki bu Elxan Musayev, yəni ona buna şərbaz deyir. Əslində özü ən böyük şərbazdır. Məsələni özünü məzlum göstərmək üçün başqa cür yaymağa çalışır. Deməli, bu nə məsələdir? Gö bu yayır ki, gö mənə adamların bunu döymək istəyib filan məsciddə, hansı ki mənim səsim özüm paylaşmış, orada nə döymək məsələsi var, nəsə mənim adam məsələsi var. Mən onun səviyyəsinə düşə bilmərəm ki, kiməsə deyim ki, ona get əl qaldır. Çünki özü kimi düşünür başqalarının, onun səviyyəsinə insan heç zaman düşməz. Çünki özünü məslum göstərmək üçün o hər şeyə əl ata bilər. Məsələ belə olmuşdu, Qazaxıstandan qardaşlar gəlmişdi, görüşdüm. Dedilər ki, biz filan məsciddəydik. Heç məscidin adını da çəkmədim mən. Nəyə görə? Çünki bu şərbaz Elxan Musayev gelib məsciddə problem yaradır, çəpə yaradır. Nəyə görə məscidin adı çəkilsin ki, məscidin imamı var, məscidin rəhbərliyi var. Onlara niyə fəaliyyətinə xələl gəlsin? Özü durub məscidin adını çəkib. Çünki özü bilir axı bu hadisə harda olub. Heç mən məscidin adını çəkməmişdim. Yenə də məscidin adını çəkmirəm. Qazaxıstandan qardaşlar gəlmişdi. Dedilər ki, biz məsciddəydik, filan məsciddəydik. Gördük ki, Elxan Musayev gəlir. O harda cəmaat var, gedir əllə görüşməyə çalışır, bununla görüşsün. Hər kəs qaçır onunla. Uzaqdan görəndə ki, gəlir, 2 nəfər gedib, uzaqlaşıb, bununla görüşməmək üçün. Arxalarınca deyirmiş ki, bura rafizlər kimlərdir? Bunlar rafizdir. Özünə salam verməyən rafizi deyir. Ona sual vermək istəyirəm. Çox belə dəstər şeylər zad yayırsan ki, ay şiyələr məni sevir, nə bilim nə, gündə bir dənə oyun çıxarsan. Bir dənə açıqla da rafizi kimlərə deyirsən. Rafizi kimdir ümumiyyətlə? Rafizi sən kimlərə deyirsən? Onu bir gözəl açıqla da o insanlar qoy görsünlər. Məsələ belə olub, arxalarınca qışqırıb, sonra məsciddə bu məsələ yayılıb. O Qazaxıstanlı qardaşlar dedilər ki, orada yayılandan sonra həmən insanlar deyib ki, biz bilməmişik. Bizim arxamızca rafiz deyib, yanımıza desəydi biz onu vurardıq. Heç o adam kimdir, onları mən tanımıram. Bu hadisə belə bir qarşıdurma yaradıb məsciddə. Ümumiyyətlə çox məscidləri qarşıdurma yaradıb. Bu hadisəni mən danışdım. Dedim ki, ay insanlar, bundan uzaq durun. Bu görəndə ki, uzaqdan gəlir, qaçın bunlar. 50 metr qaçın. Nəyə görə? Yəni gəlir, salam verir, salamını almayacaqsınız, sizi şərləyəcək. Yəni ailənizə yazığım gəlir, sizi şərləyəcək. Salam vermirsiniz, sizi şərləyəcək. Salam verəcəksiniz, nə bilim, sabah başqa bir şey çıxardacaq adınıza və ya sizi başqa ilə dəvət edəcək. İnsanlar qaçırlar bunu. Ümumiyyətlə, heç kim bundan görüşmək istəmir. Hamısı qaçır. Və düşünün, Azərbaycanda deyək ki, bir 50-yə yaxın elm tələbəsi varsa, hansı ölkədə olursa olsun, hamısı bundan üz döndür. Hamısı qaçır. Heç kimsə bundan oturmur. Mən neçə sonra niyə oturmursan? Deyir, qarşı biz bundan oturmadan qorxuruq. Çünki insanı şərləyir. Və ya insana bir söhbət atır. Biz qorxuruq ki, bu gizlin səs yazır. Əlində daim gizlin səs yazan nəsə olur, qorxuruq bu. Yəni bir dənə söz atar ortaya, bir məsələ atar, insan da səhv eləyər, səsimiz yazar, sonra bizi şantaj eləyər. Heç kimsə bundan oturmur. Hər kəs uzaqlaşıb. Yəni heç bir elm tələbəsi bundan oturmur. Buna deyilər ki, insan, qardaşlara, hər kəs deyilər ki, bu insan şərdir, bunun şərindən Allah qorusun. Hər kəs qaçır, hər kəs çəkindirir. Mənim kimi hünəri olub çəkindirməsələr belə, hamısı çəkindirir. Digərləri də bundan çəkindirir. Alt çəkməsə belə deyirlər ki, o şərd uzaq durun. Yəni, bu boyda 50-yə yaxın insan, yəni elm əhli deyək ki, çoxu azı çəkindirirsə, yəni bunlar öz nəfslərinə uyublar. Yox, görürlər ki, bu insan təhlükədir. Bu insan üzdə bir şey danışır, gizlində başqa bir şey danışır, insanları şərləyir. İnsanlar qorxurlar, deyir ki, bizi şərləyər, sonra nə bilim bu məsələ başqa istiqamətə gedər, sonra nə bilim şərləyər, iftira atar. Yəni, Allah qorusun, ailəmiz var, ailəmiz başsız qalar. Hər kəs qorxur bunu, hər kəs uzaqlaşır. Mən də o səsimdə dedim ki, insanlar, gördünüz ki, uzaqdan gəlir, qaçın. Elə qaçın, uzaqlaşın ki, nə siz salam verməkdən qaçasınız ki, arxasınca desin ki, sizin salam verməyəndən rafizidir. Ondan uzaq durun bu insandan. Bu söhbət belə olub, bunu çıxardıb, nə bilim, düzəldib, səsi kəsib ki, mənim adamlarım bunu döymək istəyir. Birinci, mənim adamlarım kimdir? Mən elə adamlarım yoxdur. Mənim ətrafında olan tələbəm də sənin kimi səhv ola bilməz ki, kiməsə qeyib əl qaldırsın. Yəni, bu, siz özündən qəhrəmanlığı, özünü məzlum göstərmək istəyir. Hansı ki, mənim səsimdə
mənim tələbəm söhbəti yoxdur. Sadəcə Qazaxıstanlı qardaşlar olmuş bir hadisəni danışdılar. Mən də insanlara dedim ki, məscidin adını da çəkmədim. Dedim ki, uzaqdır o insanlar. Görün uzaqdan gəlir 50 metrdən qaçın ki, nə sizə salam versin, nə salamını almayasınız, nə arxasınca Rafizi, sizin arxanca Rafizi desin. Və söhbət belə olub. Yox, məni vurdurmaq istəyir, falan şey eləmək istəyir. Ucuz, səviyyəsiz, düşüncəsiz söhbətlər. Bu onun nə qədər həqiqətən də səviyyəsiz olduğunu göstərir. Qaldı ki, indiyə qədər onun üçün danışdığımız heç bir məsələdə iftira atmamışıq, amma çəkindirmişik. Buna görə yanıqlıdır. İndi güya bu məsələni elə qoyub ki, güya mənim adamlarım bunu döymək istəyir, nə istəyir, indi özünü məzlum göstərsin, güya indi mənə bu öz aləmində deyək ki də, yəni öz dilində torba tikir, nə tikir, hər kəsə deyir torba tikirsən, özü elə bu işlə məşğuldur. Yəni bu demək istəyir ki, təzyiq göstərir ki, mən bunun əleyhinə danışmayım, susum. Çünki çoxları danışmır, bunun fitnəsindən qorxduğu üçün heç bir tələbə açıq-aşkar bunun əleyhinə danışmır. Neçəsindən demişəm, niyə danışmır? Qarış, onun şərrindən, fitnəsindən Allah qorusun. Ailələrimiz üçün qorxuruq, bizi şərləyər, yəni iftira atar, şərləyər, ailələrimiz başsız qalmasın. İstəmir ailələrimiz başsız qalsın. Uşaqlarımız var, həyat yoldaşlar, hər kəs qaçır bundan, danışmaq. Bu da indi mənə təzyiq göstərir ki, bir dənə mən qalmışam. Mən danışmayım, bu yenidən fəaliyyətini gücləndirsin. Hansı ki, bunu əleyhinə danışdığımı heç bir məsələdə iftira atmamışıq. Yəni, iftira atana Allahın mələklərinin lənəti olsun. Onu neçə dəfə də lənətə çağırmışam ki, sən də gəl lənət ox əgər iftiradırsa. Bu ona görə yanıqlıdır. İndi öz aləmində güya bu fitnə yaratmağa çalışır. Qardaş, Suriye fətvasını bəli mən ortaya çıxartdım, mediaya çıxartdım. Allah həmd olsun. Nəyə görə insanları fətva verirdin? Hətta deyirdin ki, subut eləyin. Allaha dua elədi, səsin ortaya çıxdı. Hələ nə qədər insanlara şəxsi demisən gedin deyə. Əlbəttə orada ölüblər, analar gözü yaşlı qalıb, həyat yoldaşlar dul qalıb, uşaqları yetim qalıb. Onlar qiyamət gün sənin məhşər meydanında yaxından yapışacaq. Ondan onsuz da qaça bilməyəcəksən. O bir tərəfə. Yəni, hətta sənə əleyhinə mən sənin gizli səsini çıxartmasaydım, bəlkə bugün Azərbaycanda 10 min nəfərdən insan çox bəlkə gelib Suriyedə öləcək. Amma ortaya çıxandan sonra, iç yüzün açılandan sonra ölkədən qaçdın, 9 ilə yaxın gəlmədin ölkəyə. Sonra dedin ki, yox, mən bunu deməmişəm, qəsdin belə olmayıb. Sonra dedin ki, əcəb eləmişəm 2000-ci ildə onu təsdiqlədin fətvanı. Sonra dedin, yox, belə deyil. Yəni, 1077 yox, 2077 daha çox sifət var səndə. Saymaqla bitməz, hər kəsdən bir cür danışırsan. Mənim borcumdur ki, sənin əleyhə, sənin iç yüzü açım. Çünki nəyə görə insanların balaları var, balalar ölməsin, analar gözü yaşı qalmasın. Bax, sən nə qədər insanlar təkfir eləmsən, xavac eləmsən, analar gedib ölüb, analar evlatları ölüb, analar əziyyət çəkir, ölməsələr belə əziyyət çəkir evlatlarından. Amma sənin zərrə qədər vicdanın sızlamır. Kiminsə balası təkfirçi olur, xavarici olur, ölür. Zərrə qədər sənin vicdanın sızlamır. Yəni, məhşər meydanında onsuz da bunlara heç birisi yalan deyə bilməyəcəksən. Hamısı gerçəkdir. Səndən çəkindirmişik, sən bütün səslərlə kafir deməyin, nə bilim, ət məsələsini ortaya attın, uşaqlarımızı məktəbə qoyma məsələsini ortaya attın, ət məsələsi attın ortaya, təkfir məsələsi, namaz qılmayan kafirdir, müşrik, nə bilim, kilsəyə girdi, kafirdir, zahirən küfür, şirk. Sən gələndən sonra, sən Türkiyədə olanda 9 il Azərbaycan təkfirçiliyi sıfıra düşmüşdü. Sən qayıtdın, yenidən təkfirçiliyi gücləndi. Yığırdın Qaraçuxur məscidinin yanında kafedə, təkfirçilərlə normal insanlar ki, biz hamımız qardaşıq, bir bərabər olmalıyıq. Nə qədər insana təkfirçi oldu. Hətta təkfirçilər sual verirlər, orada sənə deyərlər ki, bu təkfirçilər heç məscidin yanında namaz qılmırlar bu insanlar. Dedin ki, onların da dəlli var. Necə dəlli var ki, onlar məscid imamına kafirdirlər? Nəyə görə? Çünki deyirlər, dövlət başçısı kafirdirsə, məscid imamı da kafirdir. Yəni, sənin ətrafında olan insanlara bax, kimlərdir? Təkfirçi, xavaric, dövlətə kafir deyən, dövlət başçısına kafir deyən, polisə, orduya, hüquq mühafizə orqanlarına tağut deyən. Bütün belə insanlar sənin ətrafında. Hətta şəhidlərimizə dil uzatan, daha demirəm hansı murdar sözləri uzadır, dil uzadır şəhidlərimizə. Sən özün də onlarla bərabər. Yəni, normal insan, normal kim danışsan, onlar kim danışsan, yəni neçə dənə sifətin var. İndi də özünə qəhrəmanlıq düzəltməyə çalışırsan ki, güya sən döydürmək zat. Biz sənin kimi elə səfək deyilik, sənin səviyyəvə düşək. Yəni, bundan özün üçün qəhrəmanlıq çıxarda bilməyəcəksən, məzlumluq çıxara bilməyəcəksən. Hadisə belə olub. Hadisəni mən söhbətim əvvəlində danışdım ki, bilməyən insanlar bilsin. Səsim də ortada. O səsi özüm yaymışam. Əgər orada döydürmək olsaydı, o səsi niyə yayım ki? Öz əleyhimə mən səs yayıram. Yəni, o qədər səviyyəsizlik.
Özüm açıkladım ki ayqa insan bundan uzaq durun. Buna salam vermirsiniz. Arxaca Rafizi deyir, qızışdırır. Siz gələcəksiniz, sabah bunu söyləyəcəksiniz. Bu özünü məzlum göstərəcək, dava düşəcək. Hansı meçidə gedir, çəpə yaradır. Məscid əhli bezib. Dəvətçilər əlindən bezib. İnsanlar bezib əlindən. Mənə deyirlər ki, Yaşar müəllim, Yaşar qardaş, görüşmək istəmir, gəlir zorla görüşür. Əl uzadır, bezmişik bu əlinə. Yəni, bezib Azərbaycan xalqı səndən. Hətta bütün dəvətçilər səndən bezib. Ətrafında təkfirçi, xavaric, işid, gündə bir dənə fitnə yayırsan. Yəni bu dünyada yalan danışa bilərsən. Hamısını biz nə demişik, hamısını sübut eləmişik. Əlimizdə sübutlar var, səslərin var. Hətta təkfirçinin oturmağın, onların da dəlilləri var deyib onları dəstəkləmək. Heç bir şey iftira atılmayıb sana. Əgər bu iftiradırsa, yaxşı, mən səhvəmsə, bu qədər elm tələbəsi niyə səndən qaçır, sənə şər deyib uzaqlaşır? Heç kimsə sənin yanında oturmağa belə qorxur. Yaxşı, mən pisəmsə, bu boyda elm tələbəsi, bu boyda tələbələr niyə qaçırlar? Ətrafında xalan oğlundan başqa heç kimsə qalmayıb. Heç kimsə. Ona söz atırsan, bunu şərliysən, ona nə bilim eləmədiyin murdarlıq qalmayıb. Ona heç kimsə oturur burada, həm də təkfirçi, xavar, qızışırsan, düş də bu xalqın yaxasına. Nə istənir bu Azərbaycan xalqından sən? Təkfirçi yayırsan, xavarcı yayırsan, onların otursan, onlar kimi danışırsan, ixvan metodunu yayırsan, nə bilim, nə çirkin, murdar, fitnə var yayırsan, sonra da özünü məzlum göstərməyə çalışırsan. İnanın, həcdə belə gördüm, nə qədər insanlar sənə bəddua edirlər, Arafa meydanı deyirlər, Allahım onun şərrindən qoru ölkəmizi, xalqımızı. Qorxmursan bu bəddualar bir gün səni tutacaq. Onsuz da tutub da elə batil yolda olmağın, təkfirçi, xavaric, işitçi, belə pis insanlarla bərabər olmağın elə tutub da gör hansı səviyyə düşmüsən. Nə deyim sənə? Yəni necə rəzil eləyib Allah təala səndən. Bundan başqa rəzillik var, dəhşət. Yəni daha nə rəzillik olmalıdır ki, Allah təala səni bu qədər rəzil eləyib də gör nə günə düşmüsən. Allah sənin şərrindən qorusun xalqımızı, ölkəmizi. Yəni eləmədiyin çirkinlik qalmayıb, indi də özünə qəhrəman olacaq. Yox, səni döydürmək istəyirlər. Sənin kimi səfeh belə biz sənin səviyyənə düşək. Allah sənin şərrindən qorusun xalqımızı, dövlətimizi, ordumuzu, əskərimizi, polisimizi, harada murdar, dövləti təkfir edən, xavari, təkfirçi, ölkə rəhbərinə kafir deyən, nə bilim, dövlətə tağut deyən, polisə, hüquq mühafizə orqanına, orduya tağut deyənlər, harada murdar ruhlu insanlar var sənin ətrafında deyil. Bundan düşün də gör, sən hansı səviyyə düşüb, Allah səni rəzil eləyib. Daha Allah səni bundan da daha rəzil eləsin. Daha nə qalıb daha bundan başqa rəzillik? İnsanlar belə gördün ki, bəddua eləyirlər sənə qarşı, beziblər. Sonra qalırsan ki, mənə iftira atırlar. Qardaş, özün bilirsən, çıx dinə ki, yalandır da, lənət oxu da. Həccə belə səni buraxmadılar. 2024-cü Ciddi aeroportuna ehramla səni geri qaytardılar da. İstəmirlər də. Buraxmadılar səni. Neçə, ondan sonra 3 ildə həccə də gedə bilmirsən. İstəmirlər. O hətta Saudiya dövləti belə səndən qorxur. Bilmirəm neçə illik sənə stop qoyublar, nə qoyublar. Bunu belə deyirsən ki, mənə iftira atırlar. Çıx dinə lənət oxu da yalandırsa. Niyə 2024-dür, ya 23-dür, ya 25? Amma 2024-dür böyük ehtimal. Ciddi aeroportun ehramda belə səni geri qaytardılar. İndi bu yayılıb deyirsən mənə iftira atırlar. Çıx dinə yalansa Allah lənət eləsin dinə də. Nə qədər səni lənətləməyə çağırmışıq, qaçmısan. Demişik bir dənə lənət oxudu, əgər bunlar yalandırsa bir dənə lənət oxudu. Denə ki, Allah mələklərin bütün bəşəriyyətin lənəti olsun əgər sənə biz iftira atırıqsa. Cihad məsələsi, təkfir məsələsi, işitçiyə de şəhid deyirsən. Onlara şəhid deməyə qorxursunuz, yəni susun, əleyhinə danışmayın. Öz səslərin var ortada. Yəni işidə şəhid deyirsən, nə qədər insanlar ölümə getdi. Analar gözü yaşlı qaldı, lənət oxuyur səni analar. Həyat yoldaşları, uşaqlar getdi, öldülər. Düşün sənə qarşı mən və digər elimdə mübarizə aparmasa bugün Azərbaycanda bəlkə 10 min, 20 min, 30 mindən çox təkfirçi xavarc olacaqdı. Hansı ki bizim Allah həmd olsun ki Allah bizi müvəffəq elədi. Bu səni bəyan eləyəndən sonra iç üzün açıldı. Nə qədər insan uzaqlar. Hələ indiyə qədər mənə qardaşlar gəlirlər ki Allah səndən razı olsun ki o Suriya məsələlərinə sərt bizə deyir mövqe qoydun. Biz deyir o getməyə yoxsa Əlxan fitnəsinə uyub gəlib Suriyanın cəhənnəmdə də öləcəkdi. Nə qədər insan. Yaxşı yalan iftira deyirsən. Yaxşı məhşər meydanında necə bunlara yalan deyəcəksən? Mələklər əməl dəftərini gətirib ortaya qoyanda. Yəni biraz qəlbində vicdanın sızlayırsa, gece yatanda düşün ki bir gün öləcəksən. Öləcəksən və bütün bu elədiyin murdarlıqlar, fitnələr, fəsadlar, yəni yalandan and içmələrin, yalan deyim, axı məhşər meydanda ortaya çıxanda yalan deyə bilməyəcəksən. O gün nə günə düşəcəksən üzün, daha da qaralacaqsan. Yəni Allah'a yalandır deyə bilməyəcəksən, fırlada bilməyəcəksən. Bugün insanları fırladırsan, yox qəsdin belə olmayıb.
Allah sənin şərrindən qorusun xalqımızı, ölkəmizi, millətimizi, dövlətimizi, polisimizi, ordumuzu, hüquq mühafizə orqanları, hər kəs Allah sənin şərrindən qorusun. Allah tezliklə sənin şərrini Azərbaycan üzərindən, xalqın üzərindən uzaqlaşdırsın. Bir dəfəlik rahat olaq. Bütün hər kəs müsəlmanlar səninlə rahat olsun. Amin, amin, amin.